Təqdimatda çıxış edən Performance Center şirkətinin təsisçisi Qalib Məmmədov bildirdi ki, tam yeni Chevrolet Cobalt özünün möhtəşəm dizaynı, müasir təhlükəsizlik sistemi və dinamik xüsusiyyətləri ilə dünya bazarında öz layiqli yerini tutacaq. Cobalt modelinin istehsalı Özbəkistanın Asaka şəhərindəki istehsalat kompleksində həyata keçirilir. 38 ölkədə büyünəri o avtomobil giganti avtomobilə istehsal edilir. Chevrolet Cobalt qənaətli, yığcam, şəhər tipli bir avtomobildir. 105 at gücündə olan 6.2 litr yanacaq məsrəfi olan bir avtomobildir və bugünkü gündə mən Azərbaycan müştərilərimizə o avtomobili məsləhət görərdim. Chevrolet Cobalt alıcılarına 5 pilləli mexaniki və 6 pilləli avtomatik transmissiya arasında seçim imkanı verəcəkdir. Daha yüksək təhlükəsizlik səviyyəsini təmin etmək üçün xas poladdan istehsal olunan avtomobili ABC və sürücü ilə qabaq sərnişin üçün təhlükəsizlik yastıqları ilə təchiz olunacaq.